Все, хорошо. Не пятся, не пятся. Я знаю, что захочется вот так сделать, но нет, оба подтянут. İlk dəfə gəlmişəm. Əsəbə soğan yediyi kimi olacaq. Bütün quldaşlarımız da cavab tapmış olacaq. Ay, bu soyun nasıl sorulacaq ama. Gör nə gözəl yasemin ağaçları var. Boydadır. Kameradan da şimdi balaca görürsən ama çox keçirdi. Çox da qəşəng tərəfdə yasemin də. Bu tərəfdə də var. Mən buraya gələndə öyle idim. Heç gəlməmişim, o da belə gedir. Uşaqlar odu gətirə bilərsiniz. İçərisi çox böyükdür, çox qəşəngdir. Qəşəngdir dediyim. Aydiçki xəstədir. Aydiçki 11 aydır xəstədir onsuz da. Qəşəngdir deyim, elə uşaqlardan ötürü məsələn, əgər uşaqlarınız böyükdürsə, belə körpə döyülsə, Aydiçki kimi, belə 2 yaş, 3 yaş özü gəlsə bilər, içəri soxub, oynatmaqdan ötürü də, məşğul elətdirməkdən ötürü. Özünüz də orada digər oyunlardan oynaya bilirsiniz. Oyun dediyim, yəni nə bilim, tenis falan var idi. Qaça bilirsiniz. Sonra oradakı şeylərdən istifadə edə bilirsiniz. Bax, tökdü nəysə. Ay, yuruşqanı götürmüsən. Yuruşqanı götürüb gəlmişəm. Onu da paraq qoyaq qaydanda. Uşaqlar ayrı məşğuldurlar. Biraz sonra 1 saatdan çıxasılar. Götürəsi yox. Prosto içəridə oturmayaq. Çıxıb lezirlər. Təmiz havada gəzək, hava qəşəkdir. Biraz külək var ama qəşəkdir. Sən nə gözəl görürsən, sən yasəmənlərin içində qız. Ay qız. Kaleskoya qoyacaq. Hani Pünhan gözləyir, kalesko getsin. Hani mil, düşərsə. Çəkirəm bəyək salıdı, vallah. Bax, nə gözəldir. Sən mən niyə yabraları gətirsən? Nizam. 40 il, bütün gün telefon danışır. Bax, burada ağları da var. Və qərar verdim həyətimizə Yasemin ağacı əkirik Pünhan bəy. Acil giyirik Yasemin almağa Pünhan. Bu tərəfdə də nədir? Göldə ha bu çay. Göldə ha? Hara bağlanır bu? Çayın topik yeridir. Qəşəng hava var. Lan, belə bir şey var imiş burada. Bu Pünhan mən onu görə gətirmir. Ki görəbilsəm gəmizləcəyək. Bir sefer bir şey göremem Moskova'da, ne maraqlı. Hadi qurbağa səs cavabı. Bax, cidden Rusiyada olanlar, Moskova'da yaşayanlar gəlsinlər həftə sonları bura. Hatta hadasa qurbağa var. Görəmirəm, görsəz. Deyəsiz hardadır. Qəşəkdir. Valla əsl gəzməli yerdir. Əsl gəzmək deyəndə həm uşaqlarınızı qoyub belə başları qarışsın deyə, həm belə gəzməli, görməli, özünüz də dediyim kimi məşq eləmək olar. Mən uşaq qərar verdim. Düzü Pünhan xəbər yoxdur hal-hazırda. Bizdə gələsi yox. Sıxdın. Hanı ördək? Görmədim. Aşınlar səfər buralarda görmürəm. Bura bayağı bir böyüymiş. Orada baxın. Hə, velosipeddə sürüyorlar burada. Çok tatlı bizimkilərdeyiz. Bax burada badminton oynamaq olar. Cəmaət oynayır. Əskərdə işi görünə qarası yeməli mən çək. Ümid edirəm, yumalanmaz oldu. Əslində bir iki sürüşüddü də. Bismillah. Esra'nın yanına gitmek lazımdı. Giysen, tam zamanında geldi. Pünhan Küyab'da kuluk eləyirdi. Tam vaxtında geldi. Ayağı ucu illetmesene bunu. Beynimiz şişit dolursuz da. Bu arada gəlmişik indi Əskərən futbol meydançasına. Rus dəstəyi saat 2-də başlayasıdır. Hələ trenerlər yox, treneri gözləyirəm. Bunda bir şey oturmuşam orada. Yerləşmişəm. Özümə yer tapmışam, uşaqlardır da oynayırlar, bir şəkillər. Hədə ciylədir o. Başında olsa səs düşmür.
Şahidi de qoşuldu bunlara. Bu özünə layla çalır. He. Можно быстрее тебе? Gəlir. Bax mərdən. Mənə də vallah. Aydan da başladı. Тебе быстрее, тебе быстрее. Malinka, ana plastik, widzisz? Hava dəyişdi. Yəni çox fazla. Oy, uçduq ayaq. Ayda uçmayız. Hava səhərəli qəşəngiydi, isti. Birdən-birə elə çöndü ki, tufan oldu yəni bir ara. İndi yenə dincəlib də bulacaq, amma yenə sərin də soyuqdur biraz. Sətəlcəm olmuş. Üstümə kurtka salmışam uşaqların. Məscədə daha doğrusu qaçar deyə yunit kurtkada neudobnodur. Qoyya sinema deməli. Əsgər deyir ki, maşın al, mulkdə gördüyü hər şeyi istəyir. Mən də demişəm, ay əsgər, mama işləmədim, mama pulu yoxdur. Deyir ki, axı deyirsən deyimə, ay günümə hədiyyə almışdım mı? Deyəm, ana arada işləyir, arada sırada belə internetdən pul gəlir, amma video çəkir, işləyir, o videolardan mamaya pul gəlir. Mama da onlar yığır, sənə ay günümə hədiyyə alır. Deyir ki, davay deyimə də sinyət elə. Davay deyicə deyirsin, mən duram deyimə, sinyət elə. Pul diyeceksin. Hadi al. Tapıt doğmuşum. Gündən sonra videolardan cayasçıya geleceksiniz. Sessiz dostlar. Da. Сейчас yola тебе. Hiç televizorda da eşitmeyeceğiz. Çektim. У тебя деньги? Да, уже я. А, вот это лежит. Нет, давай ты фоткаешь меня. Сфоткала уже. Покажи деньги. Покажи деньги. Aşağı деньги hele bu sıra olan şey de öyle. Надежда чуть-чуть. Несколько месяцев воски. Надежда, что ты делаешь? Давай, на, фоткай. Хорошо, сфоткаю. Все, bu sən belə sfotka eləməklərə görə daha çox dengi gələsidir. Ты знаешь? Yeri. Еще больше. Yeri, хватит. Давай больше, еще последний. Давай еще. Все, сфоткала, иди. И вот так. Да, так тоже красиво. Ya o hərəkətdə hardan öyrənsən sən yeri? Eləmə. Komşum var, gündən sonra məsələdir, hamına hər yeri çəkdirəsidir ki, dengimiz olsun bizim. Şobu. İndi oynaydı ya, İdana da çəkir. Hər şeyi gündən sonra səhər yola durandan aşım yatana qədər çəkəcək. GPS şeylə iyi quruşqa ala bilinməz. Özü deyim, getdədəndən istədədən rabot həyətdə deyir, yox deyirsən alma deyir. Bu da tutup özü durmağa başlaydı bu arada. Elini bırakıyor, el ayak üstü dayanır ara sıra. Xəstələnət də macədə. Burun düzəlmədi. 11 aydır düzəlmədi o burun. Tez bazar pizza hazırlamaq istəyirəm. Çünki əsgərin alacaqsıyam və İsraq xəstədir. Ayda da indi yatıbdı. Ona görə də yenə supersonik modumuzu aktivləşdiririk. Deməli, qabıma yumurtalar əlavə eləyirəm. Bir balaca bura duz səpirəm. Yumurtaları yaxşıca qarışdırıram. Pomidoru belə kub şəklində doğradım. Yumurtanın üzərinə əlavə eləyirəm. Sosiskanı da eyni şəkildə doğradım. Ümumiyyətlə sosiska yoxdursa kalbasıdan, ətdən, toyuqdan və yaxud ümumiyyətlə ətsiz də istifadə edə bilərsiniz. Bizdə sosiska var idi deyə bunu əlavə eləyirəm. Pendiri belə rəndədən keçirdim. Xırda-xırda doğramaq da olar. İndi bunu da qarışıma əlavə eləyirəm və hamısını yaxşı qarışdırıram. Az qala unudurdum. Bura biraz da oregano əlavə eləyirəm. Yenə yaxşı qarışdırıram. Kənarda belə tomat pastası götürmüşəm. Üzərinə biraz yağ, duru yağ. Biraz da isti su əlavə eləyirəm. Yaxşı qarışdırıram.
çörəkləri soba sinəsinə yerləşdirdim. İndi üzərinə bu hazırladığımız tomat pastasından çəkirik. Və indi üzərlərinə bu hazırladığımız qarışımı əlavə edirik. Hazırlar və göndərirəm 180 dərəcəli sobada bişməyə. Bir 10-15 dəqiqə hazır olasılar. Ayda da oyandı yuxudan qaçmayanlar. Və pizzalarımız hazırdılar 180 dərəcəli sobada. 15 dəqiqə mən saxladım, biraz belə kənarları qızarsın deyə. 10 dəqiqə amma hazır olur. İstəyinizə uyğun olaraq üzərinə göyərtə səpə bilərsiniz. Bizdə uşaqlar xoşlamırlar deyə səpməyəsiyəm. Siz də hazırlaya bilərsiniz. Gördüyünüz kimi çox pratikdir, tez bazardır. Yəni uşaqlarınız əgər pizza istəsə, bişirməyə ərzaq olmasa və yaxud halı zamanınız olmasa belə tez bazar bir şeylər hazırlayıb uşaqlarınızı sevindirə bilərsiniz. Gedim Esra'nı çağırım, yesin, halı yox idi. Pizza hazırlayıram deyəndə sevinə-sevinə qaçdı. Dadına da baxdım, dadı da həqiqətən möhtəşəmdir. Dediyim kimi bu xırçılıqlı olsun deyə biraz 5 dəqiqə artıq saxladım. Çox möhtəşəm xırçılıqsı var kənar hissəsində. Yəni əsl pizza dadına oxşayır, hiçbir fərqi yoxdur. Biz qaçdıq askeçki gətirməyə bağçadan. Askeçkin dayıcı. Sağ ol elə, hamiyə soram qaçara qaçırsan. Qaçdım deyən kimi qaçmırıq. Sağollaşırıq sonra. Nəm paka, sağ olun dinən. Sağ ol elə. Pultu altdan bir şey vermirik əlinə. İndi altı sevinir. Sağ olun dostlar. Gələn videolarda görüşərik. Sağ ol elə. Sağ ol. Nən abunə olun. Abunə olun, yorum yazın. Çətin ol. Sağ olun. Sağ ol elə. Öpüş göndər. Sağ ol. Öpüş də göndər. Öpüş də göndərsən. Öpüş Öpüş. göndər. Öpüş göndər. Öpüşüm. Niyə deyə o tak? Поцелуй. Воздушный поцелуй. Öpüşüm. Hayır, sen mən başa düşmüsən. Əskərcə lazım sözü daşını başa düşürsən, hiç başa düş. Esra, вот так вот делай. Вот так. Делай. Вот так. Все, сağ ol. Sağ ol, iyi de.